Herkese salam. Bugün fizikada sürtünmə qüvvəsinə aid ən çox səhv edilən iki suala baxacağıq. Kiçik bir qaydanı bilməklə artıq bu tip sualların həllində çətinlik çəkməyəcəksiniz. Ümid edirəm ki, həm müəllimlərin sertifikasiya imtahanında, həm də abituriyentlərin şans imtahanında sizə bir köməyi dəymiş olacaq. Birinci sual. Şəkildəki sistemdə x və y cisimləri arasında sürtünmə əmsalı 0,8-ə bərabərdir. Y ilə səth arasında sürtünmə yoxdur. Cisimləri birlikdə hərəkət etdirəcək ən böyük qüvvə neçə newtondur soruşulur. F qüvvəsini tapmaq üçün Newton ikinci qanunundan istifadə edək. F bərabərdir ma. Burada cisimlərin birlikdə hərəkətindən danışır. Birlikdə dediyi üçün kütlənin yerinə mx üstəgəl my yazırıq, vurulsun a. X-in də kütləsini, y-in də kütləsini bilirik, amma təcili bilmirik. Əvvəlcə təcili təyin etməliyik. Təcili necə təyin edirik? Cisimlər birlikdə hərəkət edirlər. Onda sistemin ümumi təcili ayrı-ayrılıqda x-in təcilininə və y-in təcilininə bərabərdir. Yəni, mən x-in təcilini tapsam, ümumi sistemin təcilini tapmış oluram və qiyməti yerinə qoyub f-i tapa bilərik. Bunun üçün x-ə təsir edən qüvvəni təyin etməliyik əvvəlcə. Şəkildən görünür ki, f qüvvəsi sadəcə y cisminə dartır. Bəs necə olur ki, x də onunla bir yerdə sağa doğru hərəkət edir? X cismini sağa doğru aparan bu iki cisim arasında yaranan sürtünmə qüvvəsidir. Əgər sürtünmə qüvvəsi olmasaydı, y cismi dartılırsa, x yerində qalardı və yerə düşərdi. Y cismi hərəkətinə davam edərdi. Düşmürsə, bir yerdə hərəkət eləyirsə, deməli iki səth arasında sürtünmə qüvvəsi var və o x cismini sağa doğru aparır. X cisminə sadəcə sürtünmə qüvvəsi təsir göstərir. Onda x cismi üçün Newton ikinci qanunu yaza bilərik. Sadəcə sürtünmə təsir göstərirsə, f əvəzləyici bərabərdir ma-dan. Əvəzləyici qüvvəmiz sadəcə sürtünmədir. F sürtünmə bərabərdir ma yaza bilərik. F sürtünmənin də yerinə μn-dən μmj yaza bilərik. μmj bərabərdir ma. Buradan m'lər ixtisar gedir. A bərabərdir μj alırıq. Bu düsturu yəqin ki bilirsiniz. Sadəcə sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə təcilimiz μj-yə bərabərdir. Onu gəlin təcilimizi tapaq. A bərabərdir μj. Μ'miz 0,8. J'miz 10. A'mız oldu 8. A'nın qiymətini burada yerinə yazaq. X'imiz 2. Üstəgəl y 5. Vurulsun 8. Cavab 56 Newton olur. İkinci sual. Şəkildəki sistemdə cisimlər arasında sürtünmə əmsalı μ bərabər 0,6-dır. İkinci cisimlə səth arasında sürtünmə yoxdur. Cisimlərin birlikdə hərəkət etməsi üçün F qüvvəsinin ən böyük qiymətini tapın. Burada da cisimlər birlikdə hərəkət edir. Onda Newton ikinci qanunu yazaq. F bərabərdir ma. Birlikdə dediyi üçün m1 üstəgəl m2 vurulsun a. Kütlələri bilirik, amma təcili yox. Bayaqki prosesi bunda da tətbiq edirik. Ümumi sistemin təcili cisimlərin ayrı-ayrılıqda təcilinə bərabərdir. Onda mən hər hansı bir cismin təcilini tapsam, ümumi sistemin təcilini tapmış sayılıram. Gəlin təcili tapaq. Cisimlərə təsir edən qüvvələri ayrı-ayrılıqda çəkmək lazımdır. Birinci cismə təsir edən qüvvə F-ni sağa doğru itələyir və bilirik ki, birinci cisimlə ikinin arasında bir sürtünmə qüvvəsi yaranır. Bu da birinci cismi sola doğru itələyir. F sürtünmə. Bu iki cisim bir-birinə sürtündüyü üçün birinci cisim sola doğru dartılanda ikinci cisim sağa doğru dartılır. Deməli, ikinci cismi sağa doğru aparan sürtünmə qüvvəsidir. Başqa heç bir dartı, itələmə qüvvəsi yoxdur. Nəyin sayəsində sağa gedir? Sadəcə sürtünmə qüvvəsinin sayəsində. Və bu sürtünmə qüvvəsini birinci cisim yaradır. Əgər bu yuxarıdakı cisim olmasaydı, sürtünmə qüvvəsi də olmazdı. Deməli, sürtünmə qüvvəsini yazan zaman, μmj yazanda oradakı m-in yerinə birinci cismin kütləsini yazmalıyıq. Gəlin sürtünmə qüvvəsini tapaq. F sürtünmə bərabərdir μ
M1J. Ümumi 0,6-ya bərabərdir. M1-in kütləsi 1, J'miz də 10. Deməli, sürtünmə qüvvəsi 6 Newtona bərabərdir. İndi ikinci cismə təsir edən qüvvələri yazaq. İkinci cismə hərəkətinə təsir edəcək qüvvə sadəcə sürtünmə qüvvəsidir. Bayaq qeyd etdiyim kimi, itələmə qüvvəsi, dartı qüvvəsi yoxdur. Sadəcə sürtünmə qüvvəsinin təsiri ilə sağa doğru hərəkət edir. İndi isə ikinci cism üçün Newtonun ikinci qanununu yazıb oradan təcili tapacağıq. İkinci cismə sadəcə sürtünmə qüvvəsi təsir göstərir. Yəni F əvəzləyici bərabərdir sürtünməyə. Onda F sürtünmə bərabərdir M2A. Çünki ikinci cism üçün Newtonun ikinci qanununu yazırıq. Yəni F sürtünmə bərabərdir M2A. Buradan təcili tapsaq, F sürtünmə bölünsün M2. F sürtünməmiz 6, M2'miz 3. Deməli, təcilimiz 2 metr bölünsün saniyə kvadrata alınır. Və bu təcilin ifadəsini burada yerinə yazacağıq. F təyin edəcəyik. F bərabərdir. M1'imiz 1, üstəgəl M2'miz 3 və təcilimiz 2. 4 vurulsun 2 bərabərdir 8 Newton. Yəni F qüvvəsi maksimum 8 ola bilər. 8-dən çox olsa, yuxarıdakı cisim sağa doğru hərəkət edəcək, aşağıdakı cisim yox. Birlikdə hərəkət eləməyəcəklər.